Rusiyada patent sistemi üzrə vergi daxil olmaları 2026-cı ilin ilk 3 ayında 13% artaraq 35 milyard rubldan çox olub. Bu barədə rəsmi statistik məlumatlarda bildirilir. Məlumata görə patent sistemi əsasında tətbiq olunan vergilərdən region büdcələrinə daxil olmalar 35 milyard rubldan artıq təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə sabit artım nümayiş etdiribdir. Eyni zamanda qeyd olunur ki, 26-cı il aprelin 1-nə olan vəziyyətə görə Rusiyaya vizasız qaydada gəlmiş xarici vətəndaşların 1,7 milyondan çoxunun qüvvədə olan əmək patenti mövcuddur. Mütəxəssislərin fikrincə, vergi daxil olmalarındakı artım patentlərin sayının çoxalması və xarici vətəndaşların əmək fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlıdır.